Siz də pensiyaların artmasını istəyirsinizsə kanala abunə olub videonu bəyənməyi unutmayın. Pensiyaların artırılması və artıq ödənilmiş pensiyanın tutulması qaydasına yenidən baxılması təklif olunur. Mətbuat AS xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan Hüquqları Komitəsinin bugün keçirilən iclasında geniş müzakirə olunub və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin, Ombudsmanın 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Məruzədə sosial müdafiə sahəsində mövcud problemlər, vətəndaş müraciətləri və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflər ətraflı şəkildə təqdim olunub. Ombudsman pensiya sahəsində bir sıra mühüm təşəbbüslərlə çıxış edib. Bildirilib ki, əmək pensiyasının minimum məbləği artırılarkən məbləğindən asılı olmayaraq, həmin artıma qədər təyin edilmiş bütün pensiyaların da müvafiq şəkildə artırılması məqsədə uyğundur. Yəni artım yalnız minimum pensiya alanlara deyil, daha əvvəl təyin olunmuş bütün pensiya məbləğlərinə şamil edilməli. Bu artım ya müəyyən edilmiş konkret məbləğdə, ya da faiz nisbəti ilə tətbiq olunmalıdır. Bu yanaşma pensiya sistemində ədalət prinsipinin daha dolğun təmin olunmasına xidmət edə bilər. Bundan əlavə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin geri tutulması məsələsinə də yenidən baxılması təklif olunur. Qeyd edilir ki, bəzi hallarda artıq ödəniş pensiyaçının səhvi ucbatından deyil, müvafiq qurumların fəaliyyətindəki funksional nöqsanlar nəticəsində baş verir. Belə hallarda sonradan həmin məbləğin pensiyadan tutulması vətəndaşın sosial vəziyyətini daha da ağırlaşdıra bilər. Bu səbəbdən əmək pensiyaları haqqında qanunun 39-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş müddətin 3 ildən 1 ilə endirilməsi təklif edilir. Hazırda artıq ödənilmiş məbləğin son 3 il üçün tutulması mümkündür, lakin Ombudsman bu müddətin 1 il ilə məhdudlaşdırılmasını daha ədalətli hesab edir. Digər bir təklif dövlət qulluğunda azı 35 il iş stajı olan şəxslərlə bağlıdır. Ombudsman bu kateqoriyaya aid şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olanlar siyahısına daxil edilməsini və bununla əlaqədar qanunvericilikdə müvafiq dəyişikliklərin aparılmasını məqsədəuyğun sayır. Bu addım uzun illər dövlət qulluğunda fəaliyyət göstərmiş şəxslərin sosial təminatının gücləndirilməsinə yönəlmiş tədbir kimi qiymətləndirilir. Eyni zamanda, pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi də gündəmdədir. Bu məqsədlə Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş özünməşğulluğun təşkili qaydasında dəyişiklik təklif olunur. Hazırda həmin qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş 2 il müddətinin 5 il müddətlə əvəz edilməsi təklif edilir. Bu dəyişiklik pensiya yaşına yaxın olan işsiz vətəndaşların daha uzun müddət ərzində dövlət dəstəyindən yararlanmasına imkan yarada bilər. Bununla yanaşı, çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə də təklif irəli sürülüb. Belə ki, himayəsində 3 və ya daha çox uşağı olan şəxslərin də qeyd olunan proqram və güzəştlərdən faydalanması üçün qaydalara müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu, ailələrin sosial rifahının artırılmasına və həssas qrupların daha effektiv müdafiəsinə xidmət edə bilər. Ümumilikdə, Ombudsmanın təqdim etdiyi təkliflər pensiya sistemində ədalətlilik, sosial həssaslıq və hüquqi mexanizmlərin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar kimi qiymətləndirilir. Qanunvericiliyə mümkün dəyişikliklər qəbul ediləcəyi təqdirdə, bu sahədə vətəndaşların hüquqlarının daha effektiv qorunmasına və sosial təminat sisteminin gücləndirilməsinə şərait yarada bilər.